Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı cümlenizin üzerine olsun. Allah Teala gelen günlerinizi hayren beddel eylesin. İşlerinizi avant eylesin. Yine de ibretli ve deyilmesi lazım olan bir söz ürəyimə gəlib. İstəyirəm onu sizə də deyəm, siz də biləsiniz. Hamınızdan, xüsusən mənim dinləyicilərimdən Allah razı olsun. Və yenə də digər bu səhifələrdə dəyərli və ibrətamiz sözlər danışan cəmi alimlərimizdən də Allah razı olsun. Siz əziz və hörmətli və dəyərli qardaş və bacılarımız çalışın, belə dəyərli, ibrətamiz sözləri, yəni əldən verməyin, buraxmayın, dinləyin. Bu növ sözlərə qulaq asdığınız vaxtları sərf etməyə çəkinməyin və heyslənməyin. Çünki dəyərli, qiymətli, ibrətamiz sözlər və xüsusən tarixi bilməyə aid olan sözlər elə belə sözlər deyil. Belə sözləri insan eşidə elmlənir və həyatda yaşamağın qayda qanunlarını öyrənir. Yəni hansı səmtə getməyi və necə addım atmağı insan öyrənir. Söz elə belə adi bir şey deyil. Söz bir elmdir. Söz ləli cəvahiratdır. Elm isə dünya mallarının hamısından, incilərdən, qızıllardan, ləli cəvahiratlardan, türlərdən üstün bir şeydir. Peyğəmbərimiz deməyib, ləli cəvahiratların ardınca gedin. Əksinə buyurub ki, əgər bilsəniz elm Çindədir, yəni uzaq bir ölkədədir. Yəni ən ucqar bir ölkədə də olsa, əgər qarşınıza yandırıcı od çıxsa və ya sizi qarşınıza qərq edici dərya çıxsa, yenə də elmin dalıcan gedin və onu axtarın. Çünki elm ilə həm bu dünyanı ələ gətirə bilərsən, həm də o dünyanı. Amma elmin olmasa, həm bu dünyanın əlindən çıxar, yəni rahat yaşaya bilməzsən, xeyrinin nədə olmasını təyin edə bilməzsən, həm də o dünyanın əlindən çıxar. Elm ona bənzəyir ki, elə bil bir böyük bazara, məsələn, burada yazmışam, yəni qeyd eləmişəm, sədərək kimi bir bazara girsən, o bazarda hansı mağaza harda olmasını bilsən, həmən anda o səmtə gedib istədiyini alacaqsan. Amma o bazarı tanımasan, bazarda sərgərdan qalıb hansı səmtə getməyini bilməyəcəksən. İndi vay odur ki, maşının da indiki zamanda olmasa, işin daha da çətin olacaq. Və ya elm bir böyük, ucu bucağı görsənməyən bağa bənzəyər ki, o bağda hər növ meyvə ağacı, tərəvəz və s. əkinəcək göy-göyərtilər olar. Amma o bağı tanımasan, hansı səmtdə getməyini bilməyəcəksən, yəni hansı meyvə ağacı hardadır, oranı bilməyəndə də həmən yeri tanımayacaqsan. Amma bağa bələd olsan,
hemen anda istədiyim meyvəni dərmək üçün o meyvə ağacı olan səmtə gedib o meyvəni ələ gətirəcəksən. Belə misallar çox çəkmək olar. Məsələn, mənim evimə bir nəfər qonaq gəlib, bu qonaq mənim evimdə olan dilək dəstgahların harda olmasını soruşsan, heç birinin yerini bilməyəcək. Deməli, hər hansı bir insan hansı işdə, səmtdə çalışırsa, o sahədən xəbərdardır. Tənbih qafil, yəni qəflətdə olanları ayıltmaq adlı kitabı müəllifi elmi olmayan insanı üzdən uzaq bir mıxa bağlanan ata, mən başqa noyu demirəm, bənzədiblər ki, o at öz dairəsindən kənara çıxa bilməz. Elmsiz insan isə həyatda nə yaşayışını, nə insanlarla düzgün davranmağını bilməz. Elmsiz insan həm bu dünyada əzab, əziyyət çəkər, həm də o dünyada da əzab çəkər. Adi söhbət edəndə elmli insan hansı sözü harda demək lazım olduğunu bilir. Bütün bu dediyim sözləri ona görə sizə deyirəm ki, ibrətli söz danışan insanların sözlərini çalışın, əldən buraxmayın, əldən verməyin. Əgər məsələn bu gündə vaxtınız olmasa, sonraki günlərdə həmin adamın səhifəsinə girib o dəyərli və ibrətamiz sözləri dinləyin ki, elmləşin ki, bunun xeyri sizin özünüzə qaydar. El arasında bir söz var, belə deyilir. Kim nə əksə, onu da biçəcək. Arpa əksə, arpa, buğda əksə, buğda biçəcək. Heç görünməyib ki, biri arpa əkəndə buğda bitsin və ya əksinə. Çünki bildiyimiz kimi bu sözlər mənim deyil, Peyğəmbərimizin və imamlarımızın və Qur'an-ı Kərimin buyurduğu, yəni Allah Teala'nın buyurduğu sözlərdir. Allah Teala bu dünyada əbəs bir şey yaratmayıb. Nə yaradıbsa, hamısını da biz insanlar üçün ibrətlər vardır. Mən bir dəfə irəlidə söhbət elədim. Musa ala Nəbiyyina əleyhissalamın bir tükü tökülmüş iti Allah Teala'ya aparmaq söhbətini elədim. Çünki Musa ala Nəbiyyina əleyhissalam Allah Teala'dan istədi ki, onun qovmini, yəni günahlarından keçsin, qovmini bağışlasın. Allah Teala da dedi, mən sənin qovmini bağışlayaram, ancaq sənlə mənim də bir şərtim var. Sabah mənim yanıma gələndə, mənim yaratdıqlarımın ən əskiyin, yəni mənim yanıma gətirərsən. Musa Nəbiyyina əleyhissalam da səhəri çox gəzdi. Kimi gördü, hansı heyvanatı, hansı canlını gördü. Yadına düşdü ki, bunları da Allah Teala yaradıb. İstəyirdi boş qayda, amma qəlbində fikirləşdi ki, mən Allah Teala'ya söz vermişəm ki, siz deyəni mən əmələ gətirəcəyəm, özümdən əski bir canlı gətirəcəyəm. Bir dənə tükü tökülmüş it gördü. O itin boynuna ip saldı, istədi ki, aparsın. İt Allahın izni ilə dilə gəlib, yəni mən bu söhbəti danışmışam, amma yenə bir balaca qısa şəkildə deyirəm ki, dilə gəlib dedi, məni hara aparırsan? Musa Nəbiyyina əleyhissalam da dedi ki, mən Allah Teala'ya söz vermişəm ki, özümdən əski bir canlı aparım. İt dedi ki, sən nə bilirsən ki, mən səndən, yəni əski bir canlıyam Allahın nəzərində. Sən bilməlisən ki, siz insanlar, məndə olan bəzi xüsusiyyətlər yoxdur. Məsələn, biri mən
Mənə çörək verməyəndə də mən ona qarşı vəfadarlıq edirəm. Amma sizdən birinə Allah Teala bir qədər ruzusunu az verəndə bir də görürsən Allahdan üz döndərir. Bu növ misallar gətirdi və nəhayət Musa Nəbi əleyhissalam öz əməlindən peşman oldu. Dedi, bəs mən nətər eləyim? İt dedi ki, mənim boynumdan bu qatmanı aç bağla öz boynuma, get Allahın huzuruna. Əgər Allah desək ki, ya Musa nə oldu? Özündən əski bir mənim yaratdıqlarımdan gətirə bildin. Deyərsən ki, gətirmişəm. Allah Teala desə, hani həmən ipi göstərdiyinə həmən ən əski məxluq mənəm. Musa Nəbi əleyhissalam da eləncə deyəndən sonra mən qısa şəkildə deyirəm. Allah Teala dedi ki, mənim yaratdıqlarımda səbəbsiz bir mövcudat, yəni yaratdığım yoxdur. Mən nəyi yaratmışamsa onda insanlar üçün, sizlər üçün bir ibrətlər var. Yəni Allah Teala səbəbsiz heç bir şey yaratmayıb. Ağıllı insan bu həyatda gördüklərindən yəni ibrət götürər. Ağlı olmayan insanlar isə toxuyur və nəticədə büdrəyir. Dünən və ya irəlidəki axırıncı söhbətimdə sizə Allah Teala'nın özünü biruzə verməsindən və Peyğəmbərimizin ən əvvəl nurunu, sonra o nurdan qeyri varlıqlar yaratmasından danışdım. Yəni bu dünən sizə söhbət etməmişəm. Yəni bu yazını onda yazmışam ki, irəlisi günü sizə söhbət etmişdim. Ona görə burada yazmışam dünən. Əslində mən 3-4 gündür bildiyiniz kimi söhbət vura bilmirəm. Onun da səbəbləri var, yəni vaxtım olmur. Axırda söhbət o yerdə qaldı ki, Xudavənd aləm Peyğəmbərə bir möcüzəli, ecazkar köynək də vermişdi. Bundan o tərəfə olan söhbətlər Əli Əkbər ağamızın fəzilətlərindən bəhs edir. Mən belə fikirləşirəm ki, bir halda ki, burada Allah Teala'nın özünü tanıtması və Peyğəmbərimizin, yəni bu söhbətdən irəlidəki söhbətimdə Allah Teala'nın özünü tanıtması və Peyğəmbərimizin nurunu yaratması və digər varlıqlar haqqında adca da olsa məlumat verildi. İndi isə bir qədər daha da geniş və ətraflı Allah Teala'nın özünü biz insanlara, aləmlərdə olanlara tanıtması məsələsini və bu aləmlərdə sıra ilə yaradılanlar haqqında əlbəttə öz bildiyim qədərdə sizə danışmaq istəyirəm ki, siz də bir qədər müsibətli sözlərə qulaq asmağa fasilə verib dincələsiniz. Bu söhbətlərdən sonra, yəni təxminən 10 dənəyə qədər söhbət olacaq. Sonra yenə də Əli Əkbər ağamızın söhbətini edərik Allahın izni ilə. Burada sözümü tamamlayıram. Yəni dediyim kimi indi bu söhbətdən sonra Allah Teala'nın özünü biruzə verməsi və tədricən kimlər yaranır, bu aləmlərdə hansı varlıqlar yaranır, cinlərin yaranması, mələklərin yaranması və cinlərin ağvaylığı və tədricən Adəm əleyhissalamın yaranması ta Habil və Qabilin məsələlərinə qədər danışacağım, ta inki Şeys Peyğəmbərə qədər. Bu söhbətlər də təxminən bir 10 dənə söhbət olacaq inşallah. Bu 10 söhbətdən sonra dediyim kimi Əli Əkbər əleyhissalamın yəni meydana getməsindən, yəni İmam Hüseyin əleyhissalamın böyük oğlu Əli Əkbərin meydana getməsindən sizə tədricən yenə də söhbət edəcəyəm Allahın izni ilə. İndi isə bu söhbəti tamamlayıram. Bu söhbətdən sonra inşallah hələ bu gün bir dənə də söhbət indi edəcəyəm. Dediyim kimi aləmlərin yaranmasından və Allahın özünü biruzə verməsindən.